Bismillahirrahmanirrahim. Hər üç qədr gecəsinin özünə məxsus əməlləri. 19-cu gecənin əməlləri. 1. 100 dəfə Əstəğfirullahə və ətubu iləyh. Allahdan bağışlanmaq diləyir və ona tərəf qayıdıram demək. 2. 100 dəfə Allahummə lə'an qatalətə əmirəl müminin. İlahi, əmirəl müminin əleyhissalamın qatilinə lənət elə demək. 3. Ramazan ayının gündəlik duaları bölməsində qeyd etdiyimiz duanı. Ya zəlləzi kənə Cami-ən Nub səhifə 766 oxumaq. 4. Bu duanı oxumaq. İlahi, qəti olan qəza və qədərini bizim üçün təyin et. Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni sənin evini, Kəbənin ziyarət edən, həcləri bəyənilən və dəyərli səyləri Səfa və Mərvə arasındakı əməlləri, qəbul və günahları bağışlanmış və eybləri örtülmüş olan hacılardan elə. Qəza və qədərində mənim üçün uzun ömürlü olmağı təqdir et və mənə geniş, bol, halal ruzi nəsib elə. Mənim üçün filan və filan işləri elə. Burada filan və filan işlər yerinə öz hacətlərini deyirsən. 21-ci gecə. Bu gecənin fəziləti 19-cu gecənin fəzilətindən daha çoxdur və qədr gecələrinin müştərək olan əməllərini bu gecədə bir qədər artıq diqqətlə yerinə yetirmək lazımdır. Rəvayətlərdə bu və 23-cü gecədə qüsl almaq və əhya saxlamaq, ibadət etməyə çalışmaq barədə təkid edilmiş və qeyd olunmuşdur ki, qədr gecəsi bu iki gecədən birindədir. Bir neçə rəvayətdə də məsum imamlardan qədr gecəsinin bu iki gecədən hansı birində olduğunu bildirməsi barədə soruşulduqda, onların bildirməmələri, əksinə istədiyinizi əldə etməyiniz üçün bu iki gecədə əhya saxlamağınız o qədər də çətin bir iş deyil, deyə cavab verməsi qeyd edilmişdir. Maraqlı burasındadır ki, mərhum Şeyx Səduq Əmali kitabında belə yazır. İmamiyyə təriqətinin göstərişlərindəndir, kim bu iki gecədə elmi məsələlərlə məşğul olsa, onun əməli hər bir ibadətdən üstündür. 21-ci gecənin əməlləri. Bu gecənin əməlləri iki qismdir. Birinci qismi Ramazan ayının son 10 gününə aid dualardır ki, Cami-ən Nub'nin 796-cı səhifəsində qeyd edilib. İkinci qismi isə 21-ci gecəyə məxsus olan əməllərdir. 1. Misbahul Mutəhəccid və Usul-i Kafidə qeyd edilən və 21-ci gecədə oxunan duadır. Dua belədir. Ey gecəni gündüzə və gündüzü gecəyə daxil edən, çevirən və ölüdən diri, diridən ölü çıxaran, ey istədiyinə hesabsız, minnətsiz ruzi verən, ey Allah, ey mehriban, ey Allah, ey rəhimli, ey Allah, ey Allah, ey Allah, gözəl adlar, üstün misallar, əzəmət və neymətlər yalnız sənə məxsusdur. Səndən Muhammed və Ali Muhammedə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında ruhumu Muhammed və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək, yəqin və şək və tərəddüdümü məndən kənarlaşdıracaq, iman və mənim üçün böldüyün, təqdir etdiyin şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə həsənə, savab və mükafatlar verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, bu gecədə səni yad etmək və sənə şükür etməyi, sənə rəğbətli olmağı, Muhammed və Ali Muhammədi, ona və əhl-i beytinə salam olsun, müvəffəq etdiyin şeylərə nail olmağı nəsib etməyini istəyirəm. 2. Mərhum Şeyx Kəfəmi Seyyid İbn Baqidən 21-ci gecədə bu duanın oxunmasını nəql etmişdir. Dua belədir. İlahi, Muhammed və Ali Muhammedə salam göndər və mənə, üzümə cəhalət qapısını bağlayan,
elm, boynuma minnət qoyaraq cəhalətdən kənarlaşdıran hidayət, bütün fəqirlik qapılarını bağlayacaq ehtiyatsızlıq, bütün zəiflikləri məndən uzaqlaşdıracaq qüvvə, hər bir zillət və xarlıqdan üstün edəcək izzət, bütün alçaqlıqdan məni ucaldacaq ucalıq, məndən bütün qorxuları kənarlaşdıracaq əminamanlıq, bütün bəlalardan məni qoruyacaq sağlamlıq, bütün yəqinlərə əmin olmağa vəsilə olacaq və onun sayəsində şək və tərəddüddən məni çəkindirəcək elm, bu gecə və bu saatda qəbul edəcəyin əhatəli dua nəsib et. Ey kərim olan, rəhmətinə xatir rəhmətini, mənim üçün genişləndirəcək qorxu, mənimlə günahlar arasında maniyə yaradacaq ismət, pakılıq bəxş et ki, sənin dərgahında ismətli olanlar kimi nicat tapım. Ey rəhm edənlərin ən rəhimlisi. 3. Şeyx Müfidin buyurduqlarına əsasən, bu gecədə çoxlu salavat, Ali Muhammedin haqqını qəsb edən qəsbkarlar, zalimlar və Əmir-əl-Müminin Əli əleyhissalamın qatilinə çoxlu lənət göndərmək, özü, ata, ana və digər möminlər üçün dua etmək. 4. Həzrət İmam-ı Zamanə Cəlallahu Teala'nın mübarək vücudu və o həzrətin zuhuru barədə dua etməkdə bu gecənin digər əməllərindən biridir. Seyyid İbn Tavusun Həmmad İbn Osmandan nəql etdiyi bir rəvayətdə belə oxuyuruq. Mübarək Ramazan ayının 21-ci gecəsində İmam Cəfər Sadiq əleyhissalamın yanına getdim. İmam məndən soruşdu ki, qusl etmisənmi? Mən dedim, bəli, deyə cavab verdim. İmam əleyhissalam həsir gətirmələrini söylədi və məni də yanına çağırdı. Sonra namaz qılmağa başladı. Mən də o həzrətin yanında namaza başladım. Namazı qurtardıqdan sonra o həzrət dua elədi və mən də amin dedim. Bu məsələ sübh açılana qədər davam elədi. İmam əleyhissalam azan və iqamə deyərək bəzi xidmətçilərini də çağırdı və sübh namazını o həzrətə iqtida etməklə namazı qıldıq. İmam Sadiq əleyhissalam namazdan sonra təsbih etdi və zikirlər dedi. Həzrəti Peyğəmbər salavatullaha salavat göndərdi və möminlər üçün dua etdi. Sonra səcdəyə gedərək bir neçə saat səcdədə qaldı. Həmin müddətdə o həzrətin nəfəs səsindən başqa bir şey eşitmirdik. Sonra dua eləməyə başladı. O cümlədən belə dedi. Səndən əzəmətli, cəlalından, onun vasitəsilə səni səslədiyim və səsləmədiyim, əgər bilsəydim o şeylər vasitəsilə səni səsləyərdim. Şeylərin sayəsində səndən Muhammed və onun əhl-i beytinə salam göndərməyini, zuhuru ilə sənin övliya və dostlarının və məxluqatından seçilmişlərin işində asanlıq zahir olacağı və onun sayəsində zalimləri məhv və həlak edəcəyin kəsin zuhuruna icazə verməyini və onu zuhuru tezləşdirməyini istəyirəm. Ey aləmlərin Rəbbi! İmam başını səcdədən qaldırdıqdan sonra ona dedim, canım sizə fəda olsun. Siz zuhuru ilə Allah dostları və övliyaların işində asanlıq yaranacaq kəsin zuhuru barəsində dua etdiniz. Bəyəm, həmin şəxs siz deyilsinizmi? İmam buyurdu ki, xeyr, o Ali Muhammedin qaimidir. Sonra İmam Sadiq əleyhissalam zuhurun nişanələrini bəyan edərək sözlərinə belə əlavə etdi. Gecə və gündüz onun zuhurunun intizarında ol. Həqiqətən Allahın hər gün üçün müəyyən işləri vardır və hansısa bir işi görmək onu digər bir işdən yayındırmaz. Mühüm bir məsələ. 21-ci gecədən Ramazan ayının son 10 günlüyü başlayır və o həddən artıq dəyərli hesab edilir. Bu 10 günlüyün hər günündə qüsl almaq müstəhəbdir və rəvayətdə Həzrəti Peyğəmbərin Ramazan ayının son 10 günlüyündə hər gün qüsl aldığı nəql edilmişdir. Eyni zamanda cami, məscidlərdə etiqaf etmək müstəhəbdir və onun çoxlu fəziləti vardır. Allah Rəsulündən nəql edilən bir rəvayətdə Ramazan ayının son 10 günlüyündəki etikafın 2 həcc və 2 ümrəyə bərabər olması nəql edilmişdir.
Allahın Rəsulü salavatullah Ramazan ayının son 10 günlüyündə məsciddə etikaf edirdi. Bəzilərinin Qədr gecələrinin bitməsi ilə Ramazan ayının sona çatmasını güman etməsinin əksinə olaraq, o Həzrət gecələri sevinç və şadlıqla oyaq qalaraq ibadətlə məşğul olurdu və müsəlmanların əksəriyyəti bu məsələdə o Həzrətə iqtida edirdi. Bismillahirrahmanirrahim. Qədr gecələrinin əməlləri hansılardır? Qədr gecələrinin əməlləri iki qismə bölünür. 3 Qədr gecəsi üçün müştərək olan əməllər və hər birinin özünə məxsus əməlləri. Qusl etmək, oyaq qalmaq, 100 rükət namaz qılmaq və dua oxumaq bu gecələrin müştərək əməllərindən sayılır. Eyni zamanda hər gecənin özünə məxsus əməlləri də var. Qədr gecəsi insanların ləyaqət və qabiliyyətlərinə əsasən, onların bir illik müqəddəratının taleyinin təyin olunduğu bir gecədir. İl ərzindəki gecələrdən heç biri əzəmət və fəzilət baxımından ona çata bilməz və o gecədəki əməllər 1000 aylıq əməllərdən üstündür. Allahın mələkləri və bütün mələklərdən daha əzəmətli olan Ruh adlı mələk Allahın izni ilə yerə enir və İmam-ı Zaman Əccalallahu Teala'nın huzuruna gəlir və hər bir insan üçün bir il müddətində müəyyən edilənləri o Həzrətə bildirir. Xoş o kəsin halına ki, Qur'anın nazil olduğu belə bir gecədən faydalanaraq, onu tövbə, dua, ağlamaq və Allah dərgahına üz tutmaqla keçirir və özü üçün dəyərli, mənəvi və ruhani bir aqibət və taleyin təyin olunması ilə bağlı zəminə və müqəddimə hazırlayır. Məsum imamlar Qədr gecəsini dəqiq olaraq müəyyənləşdirməmiş və onun 3 gecədən 19-cu, 21-ci və 23-cü biri olduğunu qeyd etmişlər ki, möminlər Qədr gecələrinin əməllərini hər 3 gecədə yerinə yetirməklə mənəvi hal və feyz əldə etsinlər və Allahın xüsusi mərhəmət və lütfünə nail olmaq üçün kamil şəkildə hazır olsunlar. Baxmayaraq ki, alimlər rəvayətlərə əsasən 21 və 23-cü gecələrin Qədr gecəsi olmasına daha yaxın hesab edirlər. 19-cu gecənin əməlləri. Bu gecə Qədr gecəsinin birinci gecəsidir və onun əməlləri bu gecədən başlayır. Qədr gecələrinin əməlləri iki qismə bölünür. Birincisi, hər 3 Qədr gecəsi üçün müştərək olan əməllər. İkincisi, onların hər birinin özünə məxsus əməlləri. Qədr gecəsinin müştərək əməlləri. Qədr gecəsi üçün qüsl almaq, mərhum Əllamə Məclisi yazır. Daha yaxşı olar ki, Qədr gecəsi üçün qüslu qüruba yaxın alsınlar və məğrib namazını onunla qılsınlar. 2. 2 rükətli namaz qılmaq. Hər rükətdə Fatihə surəsindən sonra 7 dəfə İxlas surəsini oxumaq və namazı qurtardıqdan sonra 70 dəfə Əstəğfirullah və Ətubə iləh demək. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmdən nəql edilən rəvayətdə belə buyurulur. Bu əməlləri yerinə yetirən kəs yerindən qalxmamış, Allah Teala onun, ata və anasının günahlarını bağışlayar və mələklər təyin edər ki, gələn ilə qədər onun üçün həsənə, xeyir əməllər yazsınlar. 3. İmam Muhammed Baqir əleyhissalam bu gecənin digər bir əməli barədə belə buyurmuşdur. Qur'anı açıb üzünüzün müqabilində tutub deyin. İlahi, səndən nazil edilən kitabın və onda olanlar və əzəmətli və gözəl, eyni zamanda ümid edilən və qorxulan adların olan şeylərə xatir, məni cəhənnəmdən azad, xilas etməyini istəyirəm. Sonra öz hacətini istəyirsən. 4. Qur'anı başın üzərinə qoymaq mərasimi. İmam Sadiq əleyhissalamın buyurduğuna əsasən, Qur'anı başın üstünə qoyur və belə deyirsən.
İlahi, onu bu Qur'anda göndərdiyin kəsin və onda məth etdiyin hər bir müminin və sənin onlar üzərindəki, sənin özündən başqa heç kəsin bilmədiyi haqqında xatir, sənin özündən başqa heç kəs səni layiqincə tanıya bilməz. Sonra hər bir 10 dəfə olmaqla belə deyirsən: Bikə ya Allah, bi Muhammedin, bi Aliyin, bi Fatimətə, bil Həsəni, bil Hüseyni, bi Ali ibn Hüseyni, bi Muhammed ibn Ali, bi Cəfər ibn Muhammed, bi Musa ibn Cəfər, bi Ali ibn Musa, bi Muhammed ibn Ali, bi Ali ibn Muhammed, bil Həsən ibn Ali və bil Hüccə. Sonda nə hacətin varsa Allahdan istə. Bu zikirləri huzur-u qəlblə və bütün diqqətini ilahi dərgahı yönəldərəkdir. Yaxşı olar ki, əgər təvəssül oxumaq və ya mərsiyə demək istəsələr, duadan əvvəl və ya sonra olsun və duanın arası kəsilməsin. 5. Həzrəti İmam Hüseyn əleyhissalamın ziyarəti. Əllamə Məclisinin söylədiklərinə əsasən, hər 3 gecədən birində Həzrəti İmam Hüseyn əleyhissalamı ziyarət etmək təkid edilmiş müstəhəb əməllərdəndir. Rəvayətlərdə günahların bağışlanmasına səbəb olduğu qeyd edilmişdir. Əgər yaxından ziyarət etmək mümkün olmasa, uzaqdan ziyarət edilsin və ziyarətnaməsi oxunsun. 6. Qədir gecələrində oyaq qalmaq, yəni bu gecəni sübhə qədər ibadət, dua, Qur'anın tilabəti, dini söhbətlər, dini sual-cavablar və ya təfsir və etiqadi kitabların mütaliəsi ilə keçirmək. Həzrəti İmam Baqir əleyhissalamdan nəql edilən rəvayətdə belə bildirilir. Kim Qədr gecəsində əhya saxlasa, günahları çox olsa belə bağışlanar. Yaxşı olar ki, əvvəlki gün bir qədər istirahət edilsin və az yemək yeyilsin ki, yuxu insana qələbə çalmasın. Əhya saxlamaq qüdrətinə malik olmayanlar yaxşı olar ki, gecənin əvvəlində yatsınlar və sübhə yaxın oyaq qalaraq ibadətlə məşğul olsunlar. 7. 100 rükət, hər biri 2 rükət və 1 salamdan ibarət namaz qılmaq. Bu namazın həddən artıq savabı vardır və daha fəzilətlisi budur ki, namaz qılanın əgər qüdrəti olsa, hər rükətdə Fatihə surəsindən sonra 10 dəfə Qul Huvallah, yəni İxlas surəsini desin. 8. Mərhum Şeyx Kəfəmi Misbah kitabında nəql edir ki, İmam Səccad, yəni İmam Zeynəlabdin əleyhissalam bu duanı Qədr gecələrinin 19, 21 və 23-cü gecəsində ayaq üstə oturduqda, rükû və səcdə etdikdə oxuyardı. İlahi, mən özümə zərər və xeyir vermək sahibi və xoşagəlməz hadisələri özümdən kənarlaşdırmaq qüdrətinə malik olmayan halda və xar və zəlil bəndə olaraq gecəni keçirdim. Bunu mən özümə şəhadət verir və sənin qarşında zəif və çarəsizliyimə etiraf edirəm. Belə isə Muhammed və Ali Muhammedə salam göndər və mənə, bütün mömin kişi və qadınlara bu gecədə bağışlanmaqla bağlı vədə etdiklərinə vəfa elə və mənə verdiklərini, neymətlərini tamamla. Həqiqətən, mən sənin miskin, mühtac, aciz, zəif, əli boş bəndənəm. İlahi, mənə neymət verdiklərin şeylər və bəxş etdiklərində səni yad etməyi unudanlardan etmə. Hətta uzun müddətli olsa belə, istər şadlıqda, istər kədərdə, istər çətinlikdə, İstərsə də asayişdə olduğumda, istər sağlamlıqda, istər bəlaya düçar olduğumda, istər əli boş, istərsə də neymətlər içində olduqda, duaları qəbul etməyindən məni naümid eləmə. Həqiqətən sən duaları eşidənsən. 9. Mərhum Əllamə Məclisi belə buyurur. Bu gecədə ən yaxşı əməl insanın özü, atası, anası, yaxınları, mömin qardaşları üçün onların həyatda olub olmamasından asılı olmayaraq, günahların bağışlanması
dünya və axirətləri üçün dua etməkdən ibarətdir. Eyni zamanda mümkün olduğu miqdarda Peyğəmbər salavatullah və Ali Peyğəmbərə salavat göndərmək lazımdır. Bəzi rəvayətlərdə Cövşəni Kəbir duasını hər 3 gecədə oxumaq tövsiyə olunmuşdur. Rəvayətdə qeyd olunub ki, bir şəxs Peyğəmbərin huzuruna gələrək o həzrətə dedi: "Əgər Qədr gecəsini dərk edə bilsəm, Allahdan nə istəyim?" Həzrəti Peyğəmbər salavatullah buyurdu: "Sağlamlıq istə." Bismillahirrahmanirrahim. Qədr gecələri 23-cü gecə. Bu gecə əvvəlki 2 gecədən daha üstündür. Çoxlu saydakı hədislərdən Qədr gecəsinin bu gecədə olması məlum olur. İmam Məhəmməd Baqir əleyhissalamdan nəql edilən bir hədisdə bildirilir ki, Cühənə adlı bir şəxs Allah Rəsulunun salavatullah yanına gələrək belə dedi: "Mən Mədinədən kənarda yaşayıram və çoxlu sayda qoyun və dəvələrim var. Hər 3 gecədə Mədinədə ola bilmirəm. İstəyirəm ki, mənə hansı bir gecə Mədinəyə gəlməyimi bildirəsiniz və mən həmin gecədə ibadət və namazda iştirak edə bilim." O həzrət həmin şəxsi yaxınına çağırdı və qulağına söyləməklə o gecəni ona tanıtdırdı. Cühəni də 23-cü gecə gəlib çatdıqda, bütün ailəsi, övlad və qulamları, xidmətçiləri ilə birlikdə Mədinəyə gəlir və sübhə qədər qaldıqda sonra yenə öz evinə qayıdırdı. Eyni zamanda başqa bir rəvayətdə Allahın Rəsulündən nəql edilmişdir ki, Ramazan ayının 23-cü gecəsi ailə üzvlərinin baş gözünə su çiləyirdi ki, onlar yuxuya getməsinlər. Bu gecənin fəzilətlərindən faydalana bilsinlər. Çoxlu sayıdakı rəvayətlərdə belə bildirilir: Qədr gecəsi 23-cü gecədir. Mərhum Əllamə Məclisi Zadül Məad kitabında yazır: Əksər mötəbər rəvayətlər Qədr gecəsinin 23-cü gecə olmasına dəlalət edir. 23-cü gecəyə aid olan xüsusi əməllər. 23-cü gecədə Qədr gecələrinin müştərək əməllərindən başqa digər əməllər də qeyd edilmişdir. 1. Ənkəbut və Rum surəsini oxumaq. İmam Cəfər Sadiq əleyhissalam buyurur: Kim 23-cü gecədə Ənkəbut və Rum surələrini oxusa, Allaha and olsun cənnət əhlidir. 2. 1000 dəfə İnna ənzəlnə Qədr surəsini oxumaq. 3. Həmim Duxan surəsini oxumaq. 4. Bu duanı oxumaq. İlahi, ömrümü uzun, ruzimi bol, cismimi sağlam et, məni arzularıma çatdır. Əgər bədbəxtlərin cərgəsindəyəmsə, adımı onların zümrəsindən sil və xoşbəxt olanlar sırasında qeyd et. Həqiqətən sən göndərilmiş Peyğəmbərinə, ona və əhl-i beytinə salam olsun. Nazil etdiyin kitabda demisən ki, Allah istədiyini məhv edir və istədiyini qeyd edir və ümmül kitab, kitabın əsli onun yanındadır. 5. 23-cü gecəyə məxsus olan bu duanı oxumaq. Ey Qədr gecəsinin Rəbbi və onu 1000 aydan xeyirli edən, ey gecə və gündüzün, dağ və dəryaların, zülmət və nurların, yer və göylərin Rəbbi, ey yaradan və sürət sima verən, ey bəxşiş edən və neymət verən, ey Allah, ey rəhimli, ey Allah, ey başa çatdıran, ey Allah, ey yaradan, ey Allah, ey Allah, ey Allah. Gözəl adlar, üstün misallar, əzəmət və neymətlər yalnız sənə məxsusdur. Səndən Muhammed və Ali Muhammedə salam göndərməyini və bu gecədə adımı səadətə çatanların sırasında ruhumu Muhammed və şəhidlərlə birgə etməyini, ehsan və yaxşılığımı cənnətin ən ali zirvəsində yerləşdirməyini, günahlarımı bağışlamağını, mənə qəlbimi müjdələyəcək yəqin və şək və tərəddüdümü məndən kənarlaşdıracaq iman və mənim üçün böldüyün, təqdir etdiyin şeylərə razı olmağı bəxş etməyini, dünya və axirətdə mənə
həsənə, savab və mükafatlar verməyini, məni yandırıcı odun əzabından amanda saxlamağını, bu gecədə səni yad etmək və sənə şükür etməyi, sənə rəğbətli olmağı, Muhammed və Ali Muhammedi, ona və əhl-i beytinə salam olsun, müvəffəq etdiyin şeylərə nail olmağı nəsib etməyini istəyirəm. 6. İmam Sadiq əleyhissalamdan nəql edilən bu duanı oxumaq. İlahi, qəti olan qəza və qədərini bizim üçün təqdir elə. Qədr gecəsində geri çevrilməyən və dəyişilməyən hikmətli işləri ayırdıqda, məni sənin evini Kəbənin ziyarət edən, həcləri bəyənilən və dəyərli səyləri Səfa və Mərvə arasındakı əməlləri, qəbul və günahları bağışlanmış və eybləri örtülmüş olan hacılardan elə. Qəza və qədərində mənim üçün uzun ömürlü olmağı təqdir et və mənə geniş, bol halal ruzi nəsib elə. 7. İmam Həsən əleyhissalamdan nəql edilən bu duanı oxumaq. Ey aşkar olduğu halda batin, gizli, ey batin, gizli olduğu halda aşkar, ey gizlin olmayan batin, ey görünməyən aşkar, ey vəsf edilən, amma heç bir vəsfin onun zatına çatmadığı, layiq olmadığı, ey heç bir həddin onu məhdud etmədiyi, ey itməyən, yoxa çıxmayan, gizli, ey şahid olduğu halda gözlərin onu görmədiyi, səni istəyir və sənin sayəndə məqsədə nail olurlar. Yerlər və göylər və onlar arasında olanlar bir an belə sənsiz deyil. Ey keyfiyyətlə dərk olunmayan, bir yerə və tərəfə sığmayan, daxil olmayan, sən nura aydınlıq verən və bütün kəslərin boya başa çatdıranların pərverdigarısan və hər şeyi əhatə eləmisən. Pakdır, heç bir tayı bərabəri olmayan və o eşidən və görəndir. Pakdır bu cür olan və başqası belə onun kimi deyildir. Sonra nə hacətin, diləyin varsa Allahdan istə. 8. Həmçinin məsum imamlardan nəql edilən rəvayətdə Ramazan ayının 23-cü gecəsi onların rüküdə, səcdədə, ayaq üstə və oturan halda bu duanı oxuduqları bildirilmişdir. Hətta bütün Ramazan ayı boyunca və digər vaxtlarda Allaha həmd, səna və Peyğəmbərə salavatdan, məsələn, Elhamdülillah və səlatu alə Rasulillah və alihi tahirin dedikdən sonra aşağıdakı bu duanı oxumaq lazımdır. İlahi, sənin vəli və yer üzərindəki canişininin Hüccət ibn-i Həsənə, ona və ata-babalarına salavat olsun. Bu və bütün saatlarda, anlarda rəhbər, mühafiz, yardımcı, bələdçi və nəzarətçi ol. O vaxta qədər ki, cəmaatın istək və meyli ilə yer üzərində məskunlaşdırasan və ondan uzun müddət faydalandırasan. 9. Eyni zamanda bu duanı əlləri göyə qaldıran halda oxumaq. Ey işlərə tədbir tökən, ey qəbirlərdə olanları dirildən, ey dəryaları cərəyan etdirən, ey dəmiri Davud üçün yumşaldan, Muhammed və Ali Muhammedə salam göndər və mənim üçün filan işləri elə. Filan sözlərinin yerinə öz hacətlərinizi söyləyin. Daha sonra belə əlavə edin. Əl-leylətə bu gecədə, əs-saətə bu saatda. Bu duanı rüküdə, səcdədə, ayaq üstə və oturan halda davamlı olaraq oxuyun. 10. 23-cü gecənin əhəmiyyətini nəzərə alaraq qüsl almaq, əhya saxlamaq və İmam Hüseyn əleyhissalamı ziyarət etməyin, eyni zamanda bütün gecələrdə qılınması müştərək olan 100 rəkətlik namazın qılınmasının həddən artıq fəzilət və savabı vardır. Şeyx Tusi Təhzib kitabında Əbu Bəsirdən İmam Cəfər Sadiq əleyhissalamın belə buyurduğunu nəql etmişdir. Qədr gecəsi olmasına ümid edilən həmin gecədə 100 rükətlik namaz qıl. Hər rükətdə Fatihə surəsindən sonra 10 dəfə Qul huvallahu əhəd İxlas surəsini oxu. Əbu Bəsir deyir, əgər ayaq üstə qıla bilməsəm necə? İmam buyurur ki, oturan halda qıl. Əbu Bəsir soruşur ki, oturan halda qıla bilməsəm necə? İmam əleyhissalam öz yerində uzandığın halda qıl deyə cavab verir.
11. Mərhum Əllamə Məclisi Zadül Məad kitabında belə yazır. Bu gecədə mümkün olduğu qədər Qur'an oxumaq və səhifə-i səccadiyədə olan dualardan, xüsusilə də Məkarımul Əxlaq və tövbə dualarından istifadə etmək lazımdır. Qədr gecəsinin gündüzlərinə də ehtiram edərək, onu ibadət və dua ilə keçirmək lazımdır. Çoxlu sayıdakı hədislərdə qeyd edilib ki, Qədr gecəsinin gündüzləri də fəzilət baxımından Qədr gecəsi kimidir. Bismillahirrahmanirrahim. Qədr gecəsi hansı gecədir? Qədr gecəsinin Ramazan ayında olması şübhəsizdir. Bu məsələ bir sıra Quran ayələrini mütaliə etdikdə anlaşılır. İlk olaraq Qur'anın Bəqərə surəsinin 185-ci ayəsinə əsasən Ramazan ayında nazil olduğunu oxuyuruq. Əuzu billahi minəşşeytanirracim. Şəhru Ramazan əlləzi unzilə fihil Qur'an. Ramazan ayı Qur'an nazil edilən aydır. Digər tərəfdən də həqiqətən biz onu, yəni Qur'anı, Qədr gecəsində nazil etdik ayəsinə əsasən, Qur'anın Qədr gecəsində nazil olduğu anlaşılır. Bu zaman belə bir sual yaranır. Qədr gecəsi Ramazan ayının hansı gecəsidir? Bu barədə çoxlu nəzəriyyələr irəli sürülmüş və təfsirlər yazılmışdır. Qədr gecəsinin 1, 17, 19, 21, 23, 27 və 29-cu gecə olduğunu söyləmişlər. Amma məşhur rəvayətlərə istinadən Qədr gecəsinin Ramazan ayının son 10 günlüyündə 21-ci və ya 23-cü gecəsində olduğu qeyd olunur. Rəvayətlərdə də Allah Rəsulunun sallallahu aleyhi və alihi və səlləm son 10 günlükdə bütün gecəni oyaq qalaraq əhya saxlaması və ibadət etməsi bildirilmişdir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan bir hədisdə belə buyurulur. Qədr gecəsi 21-ci və ya 23-cü gecədir. Hətta ravi israr edərək bu gecələrdən hansının Qədr gecəsi olduğunu soruşur. Əgər mən hər iki gecəni ibadət etmək gücündə olmasam, bu gecələrdən hansında ibadət edim? İmam Sadiq əleyhissalam o gecəni müəyyən etməyi buyurur. Hacət istədiyin bir şey üçün 2 gecə necə də asandır. Lakin Əhl-i Beyt əleyhissalamdan nəql olunan müxtəlif hədislərə əsasən 23-cü gecəyə üstünlük verilmişdir. Halbuki Əhl-i Sünnə məzhəbində olan rəvayətlərdə 27-ci gecəyə işarə edilir. İmam Cəfər Sadiq əleyhissalamdan nəql olunan digər bir rəvayətdə buyurulur. Müqəddəratın təyini 19-cu gecədə, onun hökmü 21-ci gecədə, imzası isə 23-cü gecədədir. Hər halda Qədr gecəsinin hər hansı gecə olması açıq şəkildə bəyan olunmamış və gizli qalmışdır. Bunun da müəyyən sirləri vardır. Növbəti sualımız bu məsələ haqqındadır. Nə üçün Qədr gecəsi gizlidir? Bir çoxları inanırlar ki, Qədr gecəsinin ilin və ya mübarək Ramazan ayının gecələrinin arasında gizli olması insanların bütün gecələrə əhəmiyyət verməsi ilə bağlıdır. Necə ki, Allah Taala buyurur. Razılığını müxtəlif itaət və ibadətlər arasında gizlətmişdir ki, insanlar bütün ibadətləri yerinə yetirsinlər. Qəzəbini günahların arasında gizlətmişdir ki, insanlar bütün günahlardan çəkinsinlər. Dostlarını insanlar arasında gizlətmişdir ki, bütün insanlara hörmət edilsin. Qəbul etməsini duaların arasında gizlətmişdir ki, insanlar bütün duaları yerinə yetirsinlər. İsmi əzəmini adlar arasında gizlətmişdir ki, bütün adlarına hörmət göstərib böyük hesab etsinlər. Ölüm vaxtını gizli saxlamışdır ki, insanlar hər an ona hazır olsunlar. Bunlar Qədr gecəsinin gizliliyi üçün bir fəlsəfə və dəlil kimi sayıla bilər. Bismillahirrahmanirrahim. Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və xiftən namazları ilə
sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir. Niyyət. Qədr gecəsinin namazını qılıram qurbətən ilallah. Sübh namazı kimi 2 rükətlidir. Lakin hər Həmd surəsindən sonra 7 dəfə İxlas, yəni Qul Huvallah surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alnını səcdəyə qoyaraq səcdə halında 70 dəfə Əstəğfirullahə və ətubu iləyh deyilir. İmam Cəfər Sadiq əleyhissalam buyurur, hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib 70 dəfə Əstəğfirullahə və ətubu iləyh deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar. Bismillahirrahmanirrahim. Ramazan ayının ancaq gecələrində olunan əməllər. Dua. Allahümme leke sumtu ve ala rizqike eftartu ve aleyke tevekkeltu. Bismillah, Allahümme leke sumna ve ala rizqike eftarna. Fetaqabbel minna inneke entes semi'ul alim. Bismillahirrahmanirrahim. Ya vasi'al mağfireti ighfirli. اللهم رب شهر رمضان الذي أنزلت فيه القرآن وافترضت على عبادك فيه الصيام صل على محمد وآل محمد وارزقني حج بيتك الحرام في عام هذا وفي كل عام واغفر لي تلك الذنوب العظام فإنه لا يغفرها غيرك يا رحيم يا ألام. 1. İftar etmək. Şam namazını qılıb sonra iftar etmək müstəhəbdir. Əgər zəiflik ona qələbə çalsa və ya onu başqaları gözləməsələr. 2. Haramdan, şübhədən pak şeylə iftarını açsın. Ən yaxşısı namazının savabı 100 bərabər olsun deyə halal xurma ilə iftar etməkdir. Xurma, su, rütəb xurma, süd, halva, nəbat və isti su ilə də iftar etsə yaxşıdır. 3. İftar vaxtı nəql olunmuş duaları oxumaq, o cümlədən İlahi, səndən ötürü oruç tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim duasını oxusa, Allah Teala ona bütün oruç tutanların savabını verər. Əgər Seyyid və Kəfəminin Allahümmə Rabbin Nuril Azim duasını oxusa, daha çox fəzilət əldə edər. Bir rəvayətdə deyilir ki, Həzrəti Əli əleyhissalam iftar etmək istədikdə deyərdi, Allahın adı ilə səndən ötürü oruç tutduq və sənin verdiyin ruzi ilə iftar açdıq. Belə isə onu bizdən qəbul et, çünki sən eşidən və bilənsən. 4. Hər kəs birinci tikəsində bağışlayan və mehriban Allahın adı ilə, ey hədsiz bəxşiş sahibi, mənim günahlarımı bağışla desə, Allah Teala onu bağışlayar. Hədisdə deyilir ki, Ramazan ayının günlərinin axırında Allah Teala minlərlə bəndəni cəhənnəmdən azad edər. Allahdan sənin də onlardan biri olmağını istə. 5. İftar vaxtı Qədr surəsini oxumaq. 6. Sədəqə verin və oruç tutanları bir xurma ya bir içim şərbətlə olsa belə iftar versin. Peyğəmbər Salavatullahdan rəvayət olunur ki, hər kəs bir oruç tutana iftar versə, özündən bir şey azaltmadan onun savabı qədər savab qazanmışdır. İftar edən şəxsin də yemək ilə qazandığı savabdan ona da yetişəcəkdir. Əllamə Hilli Səədiyyə adlı risaləsində belə yazır. Hər kəs Ramazan ayında mömin bəndəyə bir tikə ilə olsa belə yedizdirsə, onun üçün 30 mömin bəndəni azad etmiş şəxsin savabı yazılar və bir duası Allah dərgahında rəva olunur. 7. Hər gecə 1000 dəfə Qədr surəsini oxumaq nəql olunmuşdur. 8. Hər gecə əgər imkan olsa, 100 dəfə Duxan surəsini oxuyun. 9. Seyyid rəvayət edir ki, hər kəs bu duanı Ramazan ayının gecələrində oxusa, onun 40 illik günahları bağışlanar. Dua belədir. İlahi, ey Ramazan ayının Rəbbi, bu ayda Qur'anı nazil və oruç tutmağı bəndələrinə vacib etmisən.
Peyğəmbər və onun əhl-i-beytinə salam və rəhmət göndər. Bu il və hər ildə öz evinin ziyarətini mənə nəsib et və mənim o böyük günahlarımı bağışla. Çünki həmin günahları səndən başqası bağışlaya bilməz. Ey bağışlayan və xəbərdar Allah! Hər gecə məğribdən sonra həcc duasını oxusun. Kitabın adı Məfatihul Cinan.